Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avan da olsun. Qərənfil mətbəxinə xoş gəlmisiniz. Mən bu günləri halva pişirmək istəyirəm. Elə ənənəvi halvamızdır. Bir orası var ki, mən umacla eləyəcəm də, su ilə umac eləməyəcəm, yağla umac eləyəcəm. Birinci pesokumu qoyuram mən ərisin. Sonra maşının səsindən deyəcəyimi bilmirəm, nə deyəcəm. 1 kilo pesokdur. Qrama qram. 2 3 4 Mən bu quruşkalarım biraz artıq tutur, başlarını biraz yarım elədim. 5 stəkan da su tökdüm. Qoyuram bunu qaynamağa. Qaşığını da qoyuram içinə. Yağlı. Bunu koydum qaynamağa. İndi ən birinci nə gedir hamısını deyim tez. 1 kilo pesok, 5 stəkan su. O qoyursan qaynamağa. Axırda qaynayıb tutaranda bir çimdik belə limon duzu atacaq. 750 qram undur, 500 qram da yağdır. Mən indi umacı yağla eləyəcəm. Deyirdim sunan eləyib tavada qoyuracam, ona görə yağlarımı atmışdım tavaya. Bunu açmadım. Maşınımızı təzə almışıq. Qabanlı yaptım. Baxın. Amma buradan mum çıxa bilər. İşığı yanır, sönür. Qoşun. Yağla eləyəcəm olmazı. Qapalı qalxıram. Xırda-xoda qoyacam birinci. Qəşəng umaz eləyir. Mən də bu televizorda görmüşəm qadınlarda. Necə çətənin için eləyirsən umaz. Bax, eləcə umaz eləyib qoyuracam. Hasanddır halvan. Ən hasand yoludur. Daha sunan umaz elə xəlbirdən keçir, çiloslandan keçir. Əziyyət olur. Bunu da qoyurandan sonra düzdür mən keçirdəcəm çiloslandan xəlbirdən. Qaldırır belə olmalıdır. Umacım hazırdır və söndürürəm. Mən indi umacımı qoruram. Bu yağ əridikdən birləşir. Qorxulu yoxdur da. Bir çimdik duz atıram belə. Şirinim də qaynayır. İndi bu qarışdırdıqca açılışacaq. Belə bax, qaşığın burnunda limon duzu turşdum. Qaynayır, qaldırdım, qoydum daşın üstünə. Biz o qaynar tökməliyik halbuya. Qoruram biraz. Necə elə halvanın humacını qoruruq. Yavaş-yavaş birinci belə elə bilirsən ki, yapışır biri-birindən. İndi qorulandan sonra elə qəşəng narin olacaq ki. Elə buna un halvası da demək olar, amma yağla umaz eləyirik də, elə bu da umaz halvası. Yavaş-yavaş qızarışırlar. Azca qızaracaq. Nene kız. Uş. Bak
umac olur ki. Yavaş-yavaş da vaxt seçirəm belə dibin göstər artıq. Qızarışırlar, çıxılı belə. Bu çox qızarmağa qoymamalıyıq. Çox qızaranda tam bitər olur. Umacım demək olar ki, hazırdır. Mən altını söndürəm, çox güclüdür. Tökürəm buna sarı kök. Sarı kökün qədəri yoxdur, biz xoşlayırıq elə. Hər bir şon günləndir, mən 5-6 mantığa. Darçın atacam bir damcı. Birdən uşaqların xoşuna gəlməz, çox deyil. Bir də razyan atacam. Razyanay doğrudan da bizim evdə xoşlayırlar, heç atqaz getmir. Mən lap razyananın əməlli başlı dəlisiyəm. Həm də xeyirlidir. Sündü razyanası delənçi deyəndə bibimin gəlinin xoşuna gəlir. Salamlayıram bibimin gəlinləri, bibimin qızım. Atsa da belə qoruram. Ədəvalar içində, ədəvalar da qorusun. Bax, yumru döydə, yəni bax, belə eləyirsən, və narındır hamısı. Siz bu, keçirdə də bilərsiniz, xəncirdən, çiloslardan, tam ürəyiz rahat olsun. Məsələn, içində çıxır yumru olur. Aytən deyə dostum, sən keçirtmə, qoy çıxır eləsin. Mən xəmbirdən keçirdirəm, ürəyim rahat olsun. Bir şey narın bir şey olur. Şirinisi de hazırdır. İstediği əlini vura bilmirəm. 2-3 sərgiyə keçir. Kiloslarla da keçirirlər. Nene kurban nağız. Nene kaşıkın zeytimiz yani ömrümüzünü. Oy. Maşına götür. Allah evində olmayanlara da qismət eləsin. Arzusunda olanlara boş batır. Hamısı keçdi xəlbirdən. Mənim tavan balacadır. Umacım az olduğuna iri teşlərdə eləmədim da. Mən şirinimi mətələdim. Bu şirinimi. Ya Allah, qurban olma Allah'ın adına. Qorxmayırıq ki, bu azdır, bu çoxdur. Bu elə bunu götürəcək. Çəkəcək şirinin canına. Bax, bu üsulla elə söz. Nə yağı çox olub üzünə çıxmır. Əziz izləyicilər. Yaxşı qarışdırırsan, örtəcəm ağzını 10-15 dəqiqə. Qapağını qoyuram ağzına. 15-20 dəqiqə belə qalır. Şirinin canına çəkir, boşqablara tökəcəm, Allah qoysa baxacaqsınız. Əziz izləyicilər, mən dedim 15 dəqiqə keçsin, valla. Biraz 15 dəqiqə keçdi, getdim malların vaxtı çatdı mallara. İndi Allah qoysa mən halvamı qoyacam, elə qəşəydir ki, pambıq kimidir. Bəzəyəcəm, uşaqlar, fantuş yıxılarsan, nənə qurban. Bəricə. Şirisin çəkir canına, belə super bir halva alınıb ha. Darçın qatdığımıza darçın tutdu. Darçın qatdığımıza rəngi biraz tündür ha. Sen tut, gidersen yerine ne olur? Boşluğa dönün. Oy.
Can tök. Balam pizza yeyir. Pizzanın qıraqlarından qırıb yeyir. Nənənin ürəyi. Dur burada belə bax. Belə sakit dur da. Üzüm nənəyə bu qəddəyə qoymuş. Çıxdıdan döyür ha. Hə, nənənin ürəyi. Bax belə. Xacoq ev uşaq. Xacoq Allah uşaq. Özüm belə istədim soğuk olsun ki, adam rahat üstün bəziyə bilir. Əziz izləyicilər, ən gözəl taamımızdır, taamlarımızdan biridir, qurban olmalar. İnsanlar xeyrində, şərində, hamısında çalırlar. Tək halva, indi halva deyəndə adam elə bilir ki, şər hə, tapa bilmədim, valla, belə hüzur sürfələri üçün deyil ha bu. İstədiyiniz vaxt, mən ildə ən azı 15-20 dəfə pişirirəm bu halvayı. Doğru çumacla eləyirəm, sütlə eləyirəm. Allah Teala hamımızın sürfətinə bərəkət versin. Zamanlarımızı qorusun, xəstələrimizə şəfa versin. Belə körpələrimizi sağ-salamat böyüməyi nəsib eləsin atasına, anasına, qurban olma Allahın adına. Evində olmayanlara versin. Arzusunda olanlara Allah Teala versin. Ana adına layiq olan qadınlara versin. Evlad. Siz də bişirin, yeyin, hoş olsun. Mən gördünüz də əlimi, biraz düzdür, mən sözümün dalı ilə başını yaxşı deyə bilmirəm. Əzbərləmişəm ki, 1 kilo pesokdur, 750 qram undur, yarım kilo yağdır. Umacı istəyirsiniz suyla eləyün, əlinizdə eləyün. Umacıyı qarışdırırsan, dayanmadan qarışdırırsan ki, qızarsa, bir ikisi məsələn yanan olsa o umacın pis tam verəcək də halva olsun. Pasoxunu da ərdirsən, çox asan bir şeydir. Bax, sos elə mənim əlimə, kanalımızda zaten var elə. Oy, basırız. Hə, elə nənə qurban. Oy, balamın cülünə nənəsi qurban. Ay Allah. Götürün də bir başqası qoy. Bir də bura qoy. Nənə ürək cül qoy. Hə, belə çox ürəklə eləmə. Hə, sən tut getmə. Deyir, ancaq tutma, mən dağdım tökümə. Sizlərə də toz qoyun biraz. Dablar bəsdir. Birində dədə baba üsuluyla analarımız belə. Öz də dön. Sən də dön. Sən də dön. Bax, nənə nə qeyrisin? Mənim əllərim hiss eləmir, valla nə elədiyim bilmir. Mən ancaq belə oxşu əli işlədəcək iş görə biləm də, belə incə-incə işləri zülümlə görürəm. Hə, bu nə saç durdu? Allah cavanlarımızı dərdi bəladan, pis niyyətli insanlardan uzaq eləsin. Sürfələrimizi dolu eləsin. Qışımız uğurlu gəlsin. Qış gəlib uca girib paşlı evdədir. Da qozlarım qırıq-qırıqdır. Belə düzməyəcəm də. Elə qoyacam elə belə. Rüyəmin boş. Buradan Yunusa salam göndər, nənə qurban. Salam göndər. Yunus da mehriban düşməndirlər. Yunus bundan 3 ay böyüdü. İstəyir böyülüyün göstərsin. Bu nağılı keçmir, amma bu dəfə varisdilar. Pişik cırıb üzün nəcinə qoyub balamı. Con. Pişiklə güləşib balamı. Cırmaqlayıb bu izinə bir qapaz vurub pişik. Bu bir süzdə də bir qapaz. Hətta nə demədi. Qodosun olmaz balamın. Boşuna durmaz balamın. Balam yetərliyi yavaş-yavaş, nənələr. Bu ölürsə də düzgün vurmur, zəif vurur. Canı çıxır elə. Allah hamımızın sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. Allah cavanlarımızı qorusun. Allah bizim keşiyimizdə duran, ermənilərdən qoruyan. Ermənilər dedim ya. Əsgərlərimizi qorusun.